Yeni dostlar. La 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 la. La 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 la. La 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 la. Salam Dovşan. Necəsən? Hara gedirsən belə? Salam ayı. Yaxşıyam. Sən necəsən? Gəzməyə çıxmışam. Hava almaq istədim. Əla Dovşan. Elə mən də hava almağa çıxmışdım. Gəl bir yerdə gəzək. Ay səni ayı, yaman güldürdün məni. Sən çox gec gəzirsən. Mənsə çox cəld gəzirəm. Necə biz bir yerdə gəzə bilərik? Əgər mənimlə vaxt keçirmək istəyirsənsə, sənə təklifim var. Gəl gedək bizə. Sənə çay verərəm, kitab oxuyarıq, söhbət edərik. Olar Dovşan. Mən razıyam. Gedək. Və onlar şad-xürrəm yaşadılar. Əla Dovşan. Çox maraqlı hekayə idi. O gündən Dovşanla ayı ən yaxın dost oldular və həmişə birlikdə oynadılar.